İmam Ali aleyhisselam buyurur ki insanlar birlikte oldukları müddette Allah'ın köməyi onlarla olacak. Bakın bu hadis çok təsirli ve adama ləzzət edən hadisdir. İnsan düşünsə, yani bu hadisi öz həyatında belə deyək, tətbiq eləsə, öz düşüncəsində, öz imanında tətbiq eləsə, doğrudan kamil bir insan kimi olacaq. Həzrət buyurur ki, insanlar birlikte olduqda, cəm olduqda Allah'ın köməyi onlarla olacaq. Ayrılıqda isə haqq aradan gedər, batil güclənəcək. İndi o hədisin ikinci hissəsi daha belə deyək, təsirlidir. Birlikte olan, zəif də olsa, birlikte olan cəmiyyət, zəif də olsa, yəni qüdrəti az da olsa, amma birlikləri var. O güclü olacaq. Ama ixtilafda olan güclü olsa, bir müddətdən sonra Əmirul Müminin deyir ki, zəif olacaq. Fikir verin, mümkündür bir cəmiyyət maddi veya digər fiziki cəhətdən zəif olsun. Ama birlikte oldukları için güclü olacaklar. Hatta bir cəmiyyət güclü olsa ama ixtilafa düçar olsalar, hemen güclü olan tərəf ixtilafa düçar olduğu için zəif olacaq. Bu bir qaydadır.